Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Suraxanıda qonşusunun evinin pəncərəsini balta ilə qıraraq oğurluq edən kirayəçinin saxlanılıb. Xəbər verilir ki, Suraxanı rayon ərazisində oğurluq hadisəsi qeydə alınıb. Qaraçuxur qəsəbəsində yerləşən evlərdən birinə daxil olan naməlum şəxs 11.500 manat pulu talayaraq ələ keçirib. Suraxanı rayon polis idarəsi 32-ci polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cinayət təməlini törətməkdə şübhəli bilinən əvvəllər də dəfələrlə məhkum olunmuş Vüqar Yunusov saxlanılıb. Onda psixotrop maddə olan metafetamin də aşkarlanıb. Araşdırmalarla həmin şəxsin oğurluq etdiyi evin pəncərəsini balta ilə sındıraraq içəri daxil olduğu müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.